strateji bir addımdır deyərdim. Çünki rəqəmsal maliyyə ekosisteminin inkişafını yəqin ki, hər birimiz izləyirik və öz üzərimizdə hiss edirik. Son ümumiyyətlə bir 10 ilin hesabatlarına baxsaq, hansı ki, Dünya Bankı tərəfindən verilir və BIS tərəfindən verilir, biz görərik ki, rəqəmsal maliyyənin artıq ölkənin iqtisadiyyatının inkişafını sürətləndirmək üçün, maliyyənin əlçatanlığını artırmaq üçün əsas bir alət kimi istifadə olunur. Yəni, rəqəmsal maliyyə artıq hər hansı bir dəstək verici bir funksiya deyil. Və öncə qeyd etdiyim bu açılış zamanı tədris yerində də bir çox aparıcı universitetlər artıq bu cür laboratoriyaları buraxır. Məsələn, MIT, Oxford Universiteti, Kaliforniya Universiteti və Azərbaycanda da ilk dəfə texniki universitetdə belə bir laboratoriyanın açılması çox vacib bir hadisədir və mən bir daha həm rektora, həm universitet rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm belə bir təşəkkürlə bağlı. 11 fevral Möhtərəm Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunduğu kimi artıq rəqəmsallaşdırma və süni intellektin inkişafı ölkəmizin strateji prioritetlərindəndir. Və biz son 8 ildə maliyyə sektorunda olan rəqəmsallaşmaya diqqətlə baxsaq, yəqin ki, heç kimdə şübhə olmaz ki, maliyyə sektoru ölkəmizdə ən çox rəqəmsallaşmış sektordur. Ola bilsin, tələbələrin hamısının yadında olmaz, ancaq biraz yaşlı olan həmkarlar xatırlayaq ki, bir neçə il öncə postterminal ancaq şəhərin mərkəzində bir neçə yerdə var idi və biz bir-birimizə pul köçürməkdən də kifayət qədər çətinliklər çəkirik. Bugün hər birimiz kart istifadə edirik, hər birimiz metroda Apple Pay, Google Pay ödəniş edə bilərik. Bunlar hamısı həmin o biz qeyd edədiyimiz rəqəmsal maliyyənin inkişafının bir göstəriciləridir. Və bütün dünyada olduğu kimi də Azərbaycanda da bu rəqəmsallaşmanın ən vacib çağırışı kadr potensialıdır. Və artıq ölkələr bir-biri ilə mübarizə aparır ki, hansını daha çox kadr cəlb edə bilər məhz rəqəmsallaşma və rəqəmsal maliyyə sahəsində. Ona görə hesab edirəm ki, bu Texniki Universitetin tələbələri üçün çox gözəl bir fürsətdir və bu fürsəti dəyərləndirməlidirlər və sistem də elə gözəl, həmkarlarla danışıq, elə gözəl dizayn olunub ki, davamlı olaraq maraqlı olan tələbələr buna daxil ola bilər və hər semestr yenilənə bilər və onlar öz bilik bacarıqlarını artıra bilərlər burada. Digər bir məsələni də qeyd etmək istəyərdim. Elə bu yaxınlarda Fintech Assosiasiyasının görüşdə Cənab Sədr Talib Kazımov da qeyd edilmişdi ki, biz Fintech deyəndə Azərbaycanda daha çox ödəniş şirkətləri və sistemlərini nəzərdə tuturuq. Ancaq Fintech sahəsi çox genişdir və mən tələbələrdən istəyərdim ki, bu sahənin hər bir istiqaməti haqqında məlumatlı olsunlar. Bu ancaq ödəniş deyil, burada həm kredit sistemləri, burada həm RegTech, SubTech adlandırdığımız həllər, yəni bir çox həllər var ki, onların üzərində çalışmaq mümkündür və bu hissədə karyera qurmaq mümkündür. Qısaca Mərkəzi Bank tərəfində görülən işlər barəsində qeyd edəcək. Biz düşünürük ki, həmçinin burada yetişən, bu laboratoriyada yetişən tələbələr ancaq sektorda deyil, Mərkəzi Bankda da öz karyeralarını qura bilərlər. Rəqəmsal sahənin inkişafı üçün açıq bankçılıq, uzaqdan öz müştərini tanı xidmətləri, ani ödənişlər sistemi, bu kimi layihələr icra edilir və bu layihələr imkan yaradır ki, fintechlər daha ucuz və daha keyfiyyətli ödəniş və digər həllər tətbiq edə bilsinlər. Sonda tələbələrdən əsas xahişim ondan ibarət olacaq ki, bu və yaxud da qeyd etdiyim kimi, bu fürsətdən tam yararlansınlar və bura gələn həm Mərkəzi Bankın əməkdaşlarından, həm Fintech Assosiasiyasının üzv olan təşkilatların mütəxəssisləri tərəfindən maksimum fayda əldə etsinlər, öz suallarını versinlər və bu imkanı maksimum dəyərləndirsinlər. Çox sağ olun diqqətinizə görə, təşəkkür ederim.